Ona görə bu fikir də səhvdir. Cavab olacaq 2, 4, çünki bizdən yanlışları istəyir. 13-cü testdən davam edirəm. Aha. Oğlanlar bağdadılar. The boys are in the garden. Onlar ağacları suluyurlar. Oğlanlar kim? Onlar. Yəni olacaq cavab they. They are watering the trees. 13 isə 14-də baxıram. My jeans, mənim cinsim mavidir. Biz bilirik ki, iki hissəli şeylər, şalvardır, ayaqqabıdır, açqidir, kəlbətindir, qayçıdır. Bunlar iki hissəlidir və cins, şalvar hamısı. Ona görə bunların xəbəri həmişə ar olur. My jeans are blue. Cavab olacaq D. 15. Helen sevimli dostumuzdur. Deməli, burada yəlik əvəzli işlətməliyik. Helen bizim sevimli dostumuzdur. 15-də cavab olur A variantı. B variantı him, onu, ona deməkdir. C variantı they, onlar deməkdir. D variantı I, mən deməkdir. Y variantı you, həm sənsiz deməkdir, həm səni, sənə. Heç biri yerinə qoyanda nöqtələrin məna ifadə etmir. 15-də cavab olacaq A variantı. 16. Global. Global o deməkdir ki, bütün dünya üçün, bütün dünyada tanınan, bütün dünya ilə əlaqəsi olan bir şey deməkdir. Ona görə bir də cavab olacaq B variantı. 2. Official. Official, yəni ki, dövlətdə, hansısa bir orqanizasiyada tanınmaq, bilinmək. Məsələn, fikir versək, müğənnilərin Instagram hesabına yazılır official, yəni ki, özlərinin rəsmi hesabları, yəni orijinal dövlət tərəfindən təsdiqlənmiş, özlərinin orijinal, yəni həqiqi olduğu hesab. Biri var fake hesablar, saxta hesablar, biri var orijinal. 2-də cavab olur C variantı. 3. National sözü milli deməkdir. National. O 3-də də cavab olacaq A variantı. 1B, 2C, 3A. 16-da cavab olacaq Y variantı. 17-yə baxıram. Sənin neçə yaşın var? How old are you? Bəxtdən oxuduğumuz seslərin içində ən asanı buydu. Çünki bu ibtidai sinifdən var. How old are you? Sənin neçə yaşın var? 18. Vardır bir dənə stol və 2 dənə stul mənim otağımda. Biz bilirik ki, zeri zira dərsində zeri zira özündən sonra gələn birinci isimlə uzlaşır. Birinci isim təkdədirsə xəbəri is, birinci isim cəmdədirsə xəbəri cəm olur. Arxaya baxmır. Söhbət də bir stoldan getdiyi üçün olacaq there is a table and 2 chairs. 18-də cavab olacaq D variantı. 19-dan davam edirəm. 19-da biz cümlə qururuq. Mənim otağım rahatdır və böyükdür. Və yaxud da ki, mənim otağım böyükdür və rahatdır. 19-da cavab olacaq Y variantı. 20. Biz bilirik ki, əgər cümlədə have got, has got varsa, sualı inkarı özü ilə düzəlir. Sadəcə have, has varsa, bu zaman sualı inkarı do, does'la düzəlir.